Bir bacı sual verir, qızımın 5 yaşı var və 1 ildir hicabdadır. Daim çölə çıxanda hicablı çıxır. Lakin qaynatam narazıdır və onu bu halda görəndə əsəbləşir. Ayrı yaşasaq da məcburuq o görməsin deyə qızım onun yanında çölə çıxanda hicabsız çıxsın. Lakin qızım ağlayır, çölə çıxmaq istəmir hicabsız və biz nə edə bilərik belə olan halda? Cavab belədir ki, əvvəla bunu qeyd edim ki, 5 yaşında qıza hicab vacib deyil. Yəni 5 yaşında olan qızın bəzən hicabsız çölə çıxması buna görə nə uşaq günah qazanır, nə də onun valideynləri. Əgər söz-söhbət yaranırsa, ciddi problemlər yaranırsa və sair, yəni bu da gətirib qaynata ilə əlaqələrin kəsilməsinə gətirib çıxardırsa, həmçinin həyat yoldaşının öz atası ilə söz-söhbətinə və sair əlaqələrin kəsilməsinə, soyumasına gətirib çıxararsa, belə olan halda eyib etməz. Yəni əgər qaynata ilə birlikdə çölə çıxırsa, hicabsız çıxsın və qıza da başa salmaq lazımdır ki, hicab taxmaq bu yaşda, yəni vacib deyil. İnşallah, yəni gələcəkdə vacib olan vaxt artıq daim taxacaq. Yox, əgər ciddi söz-söhbət yaranmırsa, sadəcə narazıçılıq edirsə, o halda həyat yoldaşı qaynataya gözəl şəkildə izah etsin ki, yəni bu uşağın öz istəyidir, uşaq ağlayır, buna görə narazıdır və beləliklə başa salsınlar ki, biz uşağı məcbur etmirik. Yəni bu uşağın öz seçimidir. Və ümid edirəm ki, inşallah qaynata da başa düşəcək.